İttifaqımızın üzvləri gündən-günə artır və ittifaqımız gündən-günə böyüməkdədir. Gənclər İttifaqına üzv olmaq üçün bizim rəsmi Instagram səhifəmizə direkt bölməsindən yazmaq lazımdır. Yazdıqdan və məlumat aldıqdan sonra kitabınızın, məqalənizin, şeirlərinizin, esələrinizin və yaxud da nə yazmısınızsa onu bioqrafiya bölməmizdə olan deməyin adresimizə göndərirsiniz və yaxud da ki, Telegram hesabımıza göndərirsiniz. Oxunub müzakirə edildikdən sonra sizin Gənclər İttifaqına daxil oluşunuzu təsdiqləyirik. Əgər sizin məqsədiniz bizim qayəmizə uyğundursa, siz asanlıqla bizim ittifaqa üzv ola biləcəksiniz. Gənc Yazarlar İttifaqı bizə nə verir? Gənc Yazarlar İttifaqına niyə qoşulmalıyıq biz? Gənc Yazarlar İttifaqına qoşulmalıyıq çünki o bizə qoşulduğumuz ilk gün üzvlük kartı verir. Üzvlük kartı təqdim edir. Üzvlük kartı nədir? Ondan necə istifadə edəcəyik? Yəni onun bizə müsbət cəhəti nədir ki? Üzvlük kartı odur ki, bizim həqiqətən Gənc Yazarlar İttifaqının üzvü olduğumuzu bəlli edir. Əgər biz bir təqdimat mərasiminə getsək, imza gününə getsək, hər hansı bir yazar tərəfindən, oxucu tərəfindən o kart onların diqqətini çəkə bilər. Yıxalıq kimi asa bilərsiniz, boyunluq kimi asa bilərsiniz ki, həmin kart onların diqqətini çəksin. Sizin harda, necə, nə məqsədlə bu kartdan istifadə etdiyinizi maraqlansınlar və sayımız gündən-günə artsın, gənc yazarlar olaraq birlikdə toplaşmağa davam edək. Gənc Yazarlar İttifaqı ilə bu kartla kifayətlənmir təbii ki. Hər ayın sonu ən aktiv yazarımız, ən aktiv sosial mediada, ən aktiv işlərdə çıxış edən, sitatlarının paylaşılmasında, sitatlarının yazılmasında, kitablarının oxunmasında, müzakirəsində çıxış edən yazarımızı sertifikatla təmin edirik. Sertifikatlar verilir. İnşallah gələcəkdə həmin sertifikatlar maddi hədiyyə ilə də əvəz ediləcək. Bəs Gənc Yazarlar İttifaqına qoşulmaq bizə necə müsbət təsir edəcək? Gənc Yazarlar İttifaqına qoşulmaq bizə o müsbət təsir edəcək ki, bir kitabınızı, çap olmuş bir kitabınızı bir sosial platformada paylaşmaq əvəzinə 10-15 platformada birdən paylaşılacaq. Telegramda, WhatsAppda və Instagram qruplarında müzakirə olunacaq kitablarınız. Və müzakirə olunduqdan sonra həmin kitabların təhlili ayrı-ayrı yazarlarımız tərəfindən sosial şəbəkələrində paylaşılacaq və 1000 kitab platformasında paylaşılır. Və ittifaqımızın daxilində yeniliklər baş verir. Bu yeniliklər nədən ibarətdir? Kitablarımızın, məqalələrimizin, kitablarımızdan bir hissəsinin və yaxud da avtobioqrafiyamızın harada dərc olunacaq, necə dərc olunacaq? Bunun kimi düşüncələri beynimizin atmağa çalışırıq artıq. Çünki ittifaqımızda bizim aramızda belə jurnalistlər və dəyərli insanlar da artıq yer almaqdadır. İttifaqımızın cəhdi ən çalışqanları, ən seçilmişləri birlikdə bir yerə yığmaqdır. Gəlin siz də seçilmişlərdən olun. Hələlik!